Salam əziz şagirdlər. Birinci hissə test toplusu isbat məsələləri 7-ci məsələnin isbatına baxaq, izahına baxaq. Deməli, belə bir sadə bir isbat sualı verilib. Deməli, deyir ki, OC şüası AOB bucağının tən bölənidir. Onda bura alfa yazaram, tən bölən olduğu üçün. DF OC-yə perpendikulyardır. Deməli, DF OC-yə perpendikulyarsa, bura 90-cı qonşu bucaq da 90 dərəcə olacaq. OD-nin OF-ə konqruent, yəni bərabər olduğunu isbat edin. Deməli, burada 2, 1, 3 bucaq, yəni 2 dənə 3 bucaq alınır. OYD və OYF 3 bucaqları. Əvvəlcə çox sadə isbat sualıdır. Məsələn, OY ortaq tərəf olduğu üçün, yəni tutaq ki, OY-yə bir X desək, bu X tərəfi ortaq tərəf olduğu üçün, burada diqqətlə baxsaq görərsiniz ki, OY-də 3 bucağında bucaq tərəf bucaq, yəni alfa X 90 və OYF 3 bucağında bucaq tərəf bucaq, yəni alfa X 90 olduğu üçün BTB əlamətinə görə bu üç bucaqlar konqruentdir. Yəni yazırıq ki, BTB əlamətinə görə yəni üç bucaqların konqruentliyinin BTB əlamətinə görə üç bucaq OYD konqruentdir 3 bucaq OYF-ə. OYF ilə. Deməli, buradan da nəticə alırıq ki, əgər üç bucaqlar konqruentdirsə, onların uyğun olaraq tərəfləri də bir-birinə konqruent olmalıdır, yəni bərabər olmalıdır. Buradan çıxır ki, burada olur yazaq. Buradan çıxır ki, OD konqruentdir OF. Verilən tapşırıq isbat olundu.